Ağzına baxın. Siz baxmırlar. Baxın. Deməli, bu qayanın üstündə lepirdir. Oyuğu görürsünüz də. O, elə qayanın üstündə barmaqlarınız adının yeri də. Üstə İmamlar, Peyğəmbər qədəmini hansı yerə qoysa, ayağını izi qalır. Yəni, daşın, qayanın üstündə pis kimi dör. Yəni ki, amma o vaxt repressiya dövründə 37 qadağan olandı. Onlar bura gəlirlər, buradan çapıqlar onu götürürlər. Cəmal gəlməsin ziyarətə, o həmin lepli çapıq Sovet vaxtı. Hökumət o vaxt Sovet kommunist vaxtı istər götürüb aparırlar. Aparıb, ancaq oyuq qalıb da burada. Cəmaatın elə onu aparırlar, cəmal gəlməsin bura ziyarətə. Cəmal gəlir, o qadağan olurdu deyil. Ancaq cəmaat elə gənə də həmin o oyuğu, ləpinin izini, yerini gəlirlər ziyarət edirlər. Apardıqları nədir, qalan nədir? Yəni, apardıqları barmaqların izi var, əsli, çapırlar onu, çıxardırlar oradan, ayaq izini. Qalır burada oyuğu qalır yeri, yerliyi. İndi mümkün olmayıb, insanların o vaxt ki, məhəbbəti olub, iman. Biz bura gələn insan hacəti qabul olur. Gəlir, çox adamlar gəlir bura. Kar gəlir, lav gəlir, dil açılır. Dili tutulan gəlir, dil açılır. Şişə sudan gəlir, yatır, şəfa tapılır. Çox da qeyri-adi möcüzələr burada baş verir. İmam Əlinin deməli, adına bu tarixi də qədimdir. Allah ziyarətinizi qəbul olsun, xoş gəlmişsiniz. Amma həqiqətən özünün bu hissədə ayağının ləb. Bəli, atının da lepiri vardı orada, nədir? Qaya var orada, qayanın üstündə. Bəli, imamdır, Peyğəmbərdir, bunlar teyyül ərz olur. Yəni bir anda möcüzə sahib olurlar. Bunlarda elə bir qüdrət, məsələn, Peyğəmbər Əleyhisselam Meyracı gedib göyə, asmanı, 7-ci tərəfəyə. Mələklər aparır. Əleyhisselam, onlar teyyül ərz elmi var, Quran-ı Kərimdə vardır. Bir anın içində onlar möcüzə sahib, bizim kimi adamlardan fərqlidir bunlar. Bir anın içində bütün dünyanın hər bir nöqtəsində bunlar olurlar. Ona görə deyib, belə ədəbiyyatlı da var, deyir, Əli vəliyyü haqqıdır. Vəli Xudaya bəndədir. Şəhid olubdur zahirən, vəli bu şahid zindədir. Gəhi səma və ərşidə, gəhi bu yer üzündədir. Gəh göydədirlər, ilahi qatdadırlar, gəh da bu yer üzündədirlər. Ona görə də buranın savabı çoxdur. Çox sağ olun. Allah qəbul etsin ziyarətinizi. Amin inşallah. Hacı, bunları da inşallah sən təqdim edərdin. Xanımı, bəli. Ölçüydü, bu da mühürlərdir. Çox sık, buradan Kərbəladan gəlir. Baba, görürsünüz, qismətə bax, ilahi bir qismət xanım. Baba, gelmə. Bunu da sizə hədiyyə verdik buradan. Baba, bu mühürlər də Kərbəladan gəlir. İnşallah namaz qılarsınız. Qardaş, 3 nəfərsiniz. Siz öyle bir yerdə gəlmişkən. Burada namaz qılıb edirərsiniz. Mən bilirəm ki, namaz bizim ən böyük ibadətimizdir Allah'a. Bəli, Kəbədən gəlir, bəli. Allah qəbul eləsin. Çox sağ ol. Bayramınızı təbrik edirik. Bahəm inşallah. Mən də mənsən. Çox təşəkkür, çox təşəkkür. Bu türbətdir. Düzdür, bu Füzulinin bir beyti var. Deyək Füzuli, məskənim üçün Kərbəladır. Bizim dahi şairimizin Kərbəlada dəfn olur, buradan da olur. Deyək Füzuli, məskənim üçün Kərbəladır. Şeirimin hörməti hər yerdə vardır. Xalq onun müştahıdır. Nə qızıldır, nə gümüş, nə lərdir, nə mirvarıdır. Sağda torpaqdırsa Kərbəla torpağıdır. Bu üçün deyik, türbəti o torpaqdan düzəldir. Allah qəbul olsun. Çox sağ olun. Allah hamı salamat. Allah qəbul olsun. Var olun, teşekkür. Hamımız salamat olmuş.